sünnə, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatı, sirası, yəni tərcümeyi halı, əxlaqı, ədəbləri hamısı bir izahdır. Qur'anın təfsiridir və Qur'anda ümumi gələn yerlərin bəyanıdır. Çünki Allah Teala buyurur: "Və mə yantiqu anil hava in huve illa vahyun yuha." Yəni o havasından, kefindən danışmır. Onun danıştığı yalnız ona olunan vəhiydir. Eğer bu belədirsə heç bir halda sünnədən, yəni üz çevirmək olmaz və yaxud onunla əməl etməyi tərk etmək olmaz. Çünki elə Qur'anı bəyan edən sünnədir, hədislərdir. Çünki Allah Teala buyurur: "Və mə ətəkumur rasulu fəxuzuh və mə nəhakum anhu fəntehu." Peyğəmbər sizə nə verilirsə onu götürün. Neden çekindirdisə ondan çekinin.